Salam dəyərli izləyicilər, bir maarifləndirici videonu diqqətinizə təqdim edirəm. Vəfat etmiş şəxsin kredit borcu ödənməlidirmi və ödənməlidirsə bunu kim həyata keçirməlidir? Zəhmət olmasa videonu bəyənib paylaşıb burada üstə gəl işarəsinə bir dəfə toxunub kanalımıza abunə olun ki, digər vacib xəbərləri də izləyə bilərsiniz. Dəyərli izləyicilər, hüquqşünas Vüsal Cəfərov bildirir ki, Azərbaycan qanunvericiliyinə görə şəxs vəfat etdikdə onun şəxsi borcları, məsələn, kommunal xərci, kredit, digər məsələlər həmin şəxsin mirasına düşür. Bu, vəsiyyət və ya miras hüququ ilə tənzimlənir. Bir şəxsin vəfatından sonra onun qalan kredit borcu miras pasivi hesab olunur və bu borc yalnız mirası qəbul edən şəxs tərəfindən ödənir. Amma şəxsin deyək ki, mirası 100.000 manatlıqdır, borcu 150.000-likdirsə, artıq belə deyək də, 150.000-i mirası qəbul edən şəxsin belə deyək ki, ödəmək kimi bir hüququ və yaxud da ki, borcu yoxdur. Hüquqşünas qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulub ki, əgər kredit götürən şəxsin həyatı sığortalanıbsa, qalan borc sığorta şirkəti tərəfindən ödənilir.